Salam əziz abituriyentlər və dəyərli izləyicilər. Bugün sürtünmə qüvvəsi ilə bağlı önəmli məqamları qeyd edəcəm. Əvvəla asandan başlayaq. Məsələn, 42 və 43 tipli testlərdə bu testləri izah eləməyimdə məqsədim odur ki, bəzi vaxt abituriyentlərdə çaşqınlıq olur ki, tormoz müddəti və tormoz yolu kütlədən həmişə asılı olmur. Bu heç də belə deyil. Əvvəla asan tiplərdən başlayaq. Məsələn, 42 və 43-ü izah edeyim və sonda nə demək istədiyimi sizə izah edəcəm. Deməli, 42-ci testdə yalnız sürtünmə qüvvəsinin təsiri ilə üfüqi hərəkət eləyir. Kütləsi M1, ikinci cismin kütləsi isə 2M-dir. Yenə birincinin sürəti V0, ikincinin sürəti isə 2V0-dır. Burada deməli sürtünmə əmsalları bərabərdir. Tormoz yolları arasında asılılığı bizdən soruşur. Deməli, yazırıq. Üzərində də yaza bilərəm. Tormoz yolunun düsturu S tormoz bərabərdir MV0 kvadratı bölünsün 2F sürtünmə. Bu da bərabərdir MV0 kvadratı 2F sürtünmənin yerinə nu M R yaza bilərik. M'lər ixtisar olunur, qalır V0 kvadratı 2 nu R. Burada nu sabitdir, hər ikisi üçün qeyd olunub. Deməli, kütlədən asılı olmadığını düsturdan da görürük. Tormoz müddətlərinin sürətdən asılılığını qururuq. Yəni, S1 bölək S2 sürətdən necə asılıdır? V01 bölünsün V02-nin ümumi kvadratı. Buradan da asandır, yerinə yazırıq V0, burada da 2V0. Ümumi kvadratı eləyir 4/1. Buradan bilirik ki, S2 bərabər olur 4S1-ə. D variantı. 43-cü testdə yenə eyni tipdədir. Sadəcə tormoz müddətləri arasında asılılıq tapılır. Yazırıq. T tormoz bərabərdir. Düsturumuz necədir? V0 bölünsün A. A'nın da yerinə F bölək M yaza bilərik. MV0 bölünsün F. MV0 olduğu kimi qalır. F'in yerinə yenə nu M R. M'lər görürsünüz, ixtisar olunur. Buradan qalır V0 bölünsün nu R. Deməli, kütlədən buradan asılı olmadığını görürük. Tormoz müddəti onda başlanğıc sürətdən düz asılı olur. Yenə eyni qaydada yazacağıq. T1 bölünsün T2 bərabərdir. V0 1 bölünsün V0 2. Düstur belədir də V0 bölünsün J düz asılıdır. Buradan deməli nülər bərabər olduğuna görə onu yazmırıq. İkisində də eyni olur. V0-ın yerinə V0, V02-nin yerinə isə 2V0. Bunlar da ixtisar qalır 2/1. Buradan T2, 2, T1-ə bərabər Y variantı. Və nəhayət, mən sizə deməli, düsturdan da sübut üçün gördük ki, tormoz yolu, tormoz müddəti kütlədən asılı deyil. Amma bu hər zaman belə deyil. Əslində, nü bərabərdir konstanı biz həyatda real olaraq görə bilmirik. Mən nə demək istəyirəm? Məsələn, şəkildən çəkirəm. M kütləli, yenə yer səthidir. Bir də 2M kütləli. Biri P0-dan gedir, digəri isə 4P0-dan. Baxın, burada qeyd elədim. İndi gəlin burada. Biraz səliqəsi salındı. Gəlin burada tormoz yolları və tormoz müddətləri arasında asıllıq quraq. Deməli, S tormoz bərabərdir
MV0 kvadratı bölünsün 2F sürtünmə. Baxın, buradan P0 bölək M olanda biz V0'ı qeyd edə bilərik. Yəni V0 bərabərdir V0. P0 bölünsün M. Yəni bu V0 1'dir. Buradan da V0 2'ni tapa bilərik ikinciyə görə, ikinci cismə görə. 4 P0 bölünsün 2M. Çünki P bərabər MV'dir də. Bunlar ixtisar gedir, qalır. 2P0 bölünsün M. Biz burada sürtünmə əmsalları da yenə burada bərabər verir. Nü bərabərdir konstant. Və yaxud da nü1 bərabər nü2. Nü2. Deməli, biz buradan tormoz yolunun da, indi müddətini də tapacaq. Tormoz müddətinin də dolayı yollardan kütlədən asılı olduğunu gördük. Görürsünüz, burada kütlənin istifadə elədik. Yəni, V0'ı tapanda P0 bölünsün M şəklində yazırıq. İndi gəlin yenə burada bayaqki düstur kimi MV0 kvadratı olduğu kimi qalsın. Və burada çox incəlik var. 2 F sürtünmənin yerinə nu mj yenə yazırıq. Görürsünüz, m'lər gedir, yenə qalır. V0 kvadratı bölünsün 2 nu j. Deyəcəksiniz, müəllim, yenə də eyni şeyə gəldik. Tormoz yolu kütlədən asılı olmadı. Burada nü sabitdir. Nü bərabərdir konstantdır. Başlanğıc sürətdə buradan tapırıq. Amma biz başlanğıc sürəti gəlib yerinə qoymaq üçün neynədik? Kütlədən istifadə elədik. Deməli, heç bir zaman həmişə də deyə bilmərik ki, tormoz yolu və müddəti kütlədən asılı deyil. Bax, burada dolayı yollardan asıllıq qurduq. Deməli, asıllıq var imiş. Bunun da səbəbi odur ki, ən çox deməli asılı olmamağını nə vaxt götürəcəksiniz? Əgər şərtdə başlanğıc sürətləri V01 bərabərdir V02, bir də nu1 bərabərdir nu2 olan halda bunlar nə vaxt bu bərabərlik ödəyərsə, onda tormoz yolu, tormoz müddəti həmişə kütlədən asılı olmayacaq. Yəni S tormozda, T tormozda kütlədən asılı olmayacaq. Amma bunu hər zaman bu şərt daxilində deyə bilərik. Burada gördüyünüz kimi kütlələrdən istifadə elədik. Bayaqki testlərdə gördünüz, kütlələrdən istifadə etmədik. Amma belə impuls şəklində verəndə sürəti tapmaq üçün bizə mütləq gördünüz ki, kütlə lazım oldu. Ona görə bunu heç vaxt deyə bilmərik. Bunun da əsasən səbəbi odur ki, biz nü bərabərdir konstu real həyatda görə bilmirik. Əslində dəqiq deyə bilmərik nü bərabərdir konstantdır. Oldu. Dinlədiyiniz üçün təşəkkür edirəm. Videomu bəyənin, abunə olun, ardıcılığı gəlsin.